Sən öz günüvə ağla. İmam Hüseyin radiyallahu anhu zülmlə öldürülsə də, ona əziyyət verilsə də, lakin Rasulullah sallallahu aleyhi ve sellem müjdələr verib onlar haqqında buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə Əl-Həsən və Hüseyn seyyidə şəbəbi əhlil cənnə. Həsən və Hüseyn cənnət gənclərinin ağalarıdır. Bəli, dünyada zülmlə öldürülsə də, lakin cənnət əhlidir. Allahın razılığını qazanıb, ən şərəfli nəsildəndir. Peyğəmbər sallallahu aleyhi ve sellem müjdələr verib onun üçün. Sən öz günüvə ağla. Sən öz günüvə ağla, Allah Teala'nın qarşısında nə edəcəksən? Allah Teala buyurur ki, yevmə yəqumun nəsu li rabbil aləmin. O gün bütün insanlar aləmlərdə bu olan Allahın huzurunda duracaqlar. Cənnəti qazanmış adam üçün özünü öldürürsən, başını yarırsan, zalımlıq elirsən özüvə, hətta evladının da başını yarırsan, ona da əziyyət verirsən, ona da zülm eləyirsən. Hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Az-zulmu zulmətun yevməl qiyamə." Zülm qiyamət günü zülmət olacaq.